Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bugünkü dərsimiz olacaq Excel. Excel bilirik ki, cədvəl proqramdır və ofis proqramlarının içərisinə daxildir. Deməli, proqram tərəfindən bizim Excel sənədimizə verilmiş ad olacaq book 1. Excelin minimal obyekti xanadır. Word-də minimal obyekt simvolu idi, burada isə xanadır. Xana sətir və sütunun kəsişməsindən ibarətdir. Sətir deyəndə üfüqü deməli xəttlər nəzərdə tutulur. Baxın, Excel-də 1.048.576 dənə sətir var. Ən sonuncu sətrə keçmək üçün Ctrl aşağı oxu basırıq. Biraz ekranı böyüdək sizin xəttinizdə. Biraz da bunu sağa çəkək. Bəli, 1.048.576. Excel-də indi birinci sətrə qayıtmaq üçün Ctrl-dan yuxarı oxu basırıq. Ən sonuncu xanaya, daha doğrusu sütuna keçmək üçün birinci yaxşı sütundan danışaq. Sütunlar hərflərlə işarə edilir. Sütunlar şaquli baxın olanlardır. Sətr isə üfüqüdür. Sütunlar ingilis əlifbasının böyük hərflərindən işarə edilir. Yaxşı, düşünərsiniz ki, A-dan Z-ə qədər yaxşı 26 dənə sütun getib. Bəs yaxşı, Z-dən sonra nə gələcək? Z-dən sonra gələcək, baxın, AA, AB, AC bu formada. Z-də bitdi, oldu 26-dan. Sonra A seriyası gəlir. A Z-ə qədər davam edəcək. Sonra B seriyası başlayır. B, A, B, B, B Z-ə qədər. Belə-belə gedir. Ən sonunda isə X, F, D-dir. Ümumiyyətlə, Excel-də 220 dənə deməli, sətir var. 214 dənə sütun var. Xana sayını tapmaq üçün sətir və sütun sayını bir-birinə vurmaq lazımdır. Yəni, 220 vurulsun 214, bu da bizə verəcək 234. Deməli, yuxarı hissədə deməli başlıq hissə adlanır. Başlıq sətr də deyə bilərik biz buna. Yuxarı sağ tərəfdə pəncərəni idarə etmə düymələrdir. Yuxarı sol tərəf isə deməli Quick Access Toolbar-dır. Yəni cəld müraciətlər paneli. Word-də olduğu kimi burada da susma halında 3 dənə əmr aktivdir. Save, onda bir də redo. Save yadda saxlayır, Ctrl-S, undo sonuncu əməliyyatı ləğv edir, Ctrl-Y, redo isə ləğv edilmiş əməliyyatı tezdən bərpa eləmək üçündür. Yəni Ctrl-Y-dir. Undo, Ctrl-Z, bu da Ctrl-Y. Yaxşı, ondan sonra nədən danışaq? Bilirik ki, Excel eyni zamanda riyazi funksiyadır. Gəlin xanaların içərisinə bəzi ədədlər verək. Bura 4 verək, bura 6 verək, məsələn, burada 2 verək. Məsələn, random şəkildə ədədlər verdim. Sonra Excel-də biz başqa nəyi nəzərə alaq? Xananın adını. Xananın adı, baxın, birinci sütunun adı gəlir, sonra sətrin adı gəlir. Məsələn, bu xana C4 xanasıdır. Məsələn, deyə bilər ki, Excel-də xananın adına baxmaq üçün hansı hissəyə nəzər yetirilməlidir? Yuxarı sol tərəfdə name box var, bunun içində yazılır. Xananın adı, dəyişə də bilərik istəsəz. Sonra, məsələn, bu xana adılacaq B3 xana. Ümumiyyətlə, hansı xananın üstünə dayanmışamsa, həmin xana olacaq aktiv xana. Yerdə qalanlar isə pasiv xana hesab edilir. Çox vaxt qəbulda görürük, deyir ki, məsələn, hansı xana aktivdir, aktiv neymiş, hansı xana adı düzgün göstərilir. Məsələn, yazır ki, bəzən 3B. Yanlışdır. Birinci sütun adı, sonra isə sətr adı gəlməlidir. Yəni, birinci hərflər, sonra ədədlər. Bizim ümumiyyətlə 3 cür xanamız var. Gəlin, burada Paint proqramını açaq, onun üzərində şəkil çəkim. Deməli, bizim 3 dənə xanamız var. Hansılardır? Var nisbi xana, var mütləq xana, bir də var qarışıq xana. Mütləq xana odur ki, dollar işarəsi olmalıdır. Həm sətrin, həm də sütunun qarşısında. Yaxşı, bunun üstündə yazaq. Məsələn, əgər dollar 3 varsa, bu mütləq xanadır. Dollar işarəsi mütləqliyi bildirir. Xananın dəyişməzliyini bildirir. Yəni, bu xananın, yəni düsturun içində əgər bu xana varsa, bunu başqa bir xanaya köçürəndə bu heç vaxt dəyişmir. Deməli, bu olacaq mütləq xana. Nisbi xana hansıdır? Nisbi xana, məsələn, təkcə A3-dür. Nisbi xananın nə sətrinin, nə də sütunun qarşısında dollar işarəsi olmaz. Bir də var qarışıq xana. Qarışıq xanada, deməli, həm ya sətrin, ya da sütunun qarşısında dollar işarəsi olur. Deməli, bunu 3 dənə gəlin kateqoriyaya ayıraq. Məsələn, bura yazaq mütləq, bu da yazaq nisbi, burada yazaq qarışıq. Mütləq xana, məsələn, dedik ki, dollar
A dollar 3. Bu mütləqdir. Nisbidirsə A3. Məsələn, qarışıq xanaya nümunə kimi, məsələn, dollar A3 və yaxud A dollar 3. Bunları nümunə göstərmək olar. Bu üçünü biləndən sonra artıq xana köçürülməsi də bizə kifayət qədər asan olacaq. Bir də məsələn, bəzən tələbə düşünür ki, məsələn, dollar A7 yazıbsa, düşünür ki, bu dollar işarəsi həm A-ya aiddir, həm də 7-yə aiddir. Xeyr, buradakı dollar işarəsi ancaq A-ya aiddir. Ondan sonra məsələn, gəlin bura bir dənə düstur yazaq. İstənilən funksiya, istənilən düstur Excel-də bərabərdir işarəsi ilə başlayır. Məsələn, mən bərabər qoymuşam bura 4 plus 5. Bunun qiyməti nə olacaq? 9. Excel-də bəzi operatorlar var. Məsələn, hansılardır? Məsələn, vurmanı bildirən işarə bilirik ki, ulduzdur. Bölmə xəttlə işarə edilir. Yəni, slash ilə işarə edilir. Ondan sonra toplama üstə gəlmədir. Ondan sonra istənilən funksiya, istənilən düstur bərabərdir işarəsindən başlayır. Ondan sonra bu bölməni başqa nə qaldı? Çıxma ilə olduğu kimidir. Bir də bu işarə var. Baxın, bu işarəni harda görsəz, bilin ki, bu qüvvət bildirir. Sonra bəzən and işarəsini verir bizə. İndi yaza da bilmədim. Bu and işarəsi, daha doğrusu and işarəsinə oxşamadı. Bu dollar işarəsinə oxşadı. Bildinizdə, yəni and işarəsi hansıdır? And işarəsini biz harda görsək, bu sətir və sütunun birləşməsini bildirir. Yəni, bunu mən yazdım. Baxın, bu formada yazılır and işarəsi. Məsələn, tutaq ki, A3 and işarəsi, məsələn, A5 yazıbsa, bu deməkdir ki, A çıxınası ilə A5 çıxınası birləşsin. Tutaq ki, A çıxınasının içərisində in yazıb, A5 çıxınasının içində for yazıbsa, məsələn, bura in, burada for. And işarəsilə birləşəndə olacaq info. Qəbula düşən sadə Excel sualları. Məsələn, deyək ki, funksiya və düstur hansı işarə ilə başlayır? Bərabərdir. Sonra deyək ki, xananın mütləq olmasını bildirmək üçün hansı işarədən istifadə olunur? Dollar işarəsi. Sonra bunu bəzən tələbə funksiyanın içində görün, deyək ki, aylıq bu nə işarədir? Bu qüvvəti bildirir. Sonra Excel-də sətir, sütun, xana anlayışı, bir də diapazon anlayışından biraz danışaq. Diapazon müəyyən bir aralıqdır. Məsələn, mən bu hissəni seçmişəmsə, bu hissə nə deməkdir? Diapazondur, düzdür? Bu diapazonun adı necə yazılır? Bu A1, C6 diapazona gedir. A1, C6. Deməli, diapazonda birinci xana ilə axırıncı xananın adı yazılır. Gələk yazaq. Olacaq nə? A1 qoşu nöqtə C6 diapazonu. Yaxşı, bizə diapazon veriləndə biz sətir, sütun, xana sayını necə taparıq? Sətirlər dedik ki, ədədlərlə işarə edilir, sütunlar isə hərflərlə. Sətir sayını tapmaq üçün böyük ədəddən kiçik ədədə çıxıb üzərinə 1 gəlmək lazımdır. Deməli, sətir sayını tapırıq. Ondan sonra sütun sayını tapaq. Bir də tapaq xana sayını. Sətir sayını tapmaq üçün 6-dan 1-i çıxıb üzərinə 1 gəlmək lazımdır. Yaxşı, niyə üzərinə 1 gəldik? Çünki həmin diapazona birinci sətirdən 6-cı sətirin özü də aid olur deyə. Sütun sayını tapmaq üçün əlifba sırası ilə sayırıq. A-dan C-yə qədər hansı hərflər var? Özlərini də saymaq şərtin. A, B, C. Neçə elədik? 3 dənə. Mən bilirəm ki, xana sayı sətir və sütun sayının hasilində bərabərdir. 6 dəfə 3 da bizə verəcək 18. Gəlin, bəzi nümunə testlər üzərində buna nəzər salaq. Biraz ekranı böyüdək. Məsələn, tutaq ki, burada yazıb ki, hansına baxaq. Məsələn, yazıb ki, B2, Y11 diapazonunda neçə dənə xana var? Tapaq da, B-dən Y-yə qədər neçə sütun var? B, C, D, Y. Deməli, sütun sayı B, C, D, Y 4 dənə. Sətir sayını tapanda dedik ki, böyük ədəddən kiçik ədədə çıxıb üzərinə 1 gəlmək lazımdır. 11-dən 2 çıxanı 9. Yaxşı, ayrıntı üçün yazaq. Üzərinə 1 gələndə bu da bizə verəcək 10. Xana da bilir ki, sətir və sütunun hasildir. Bu da bizə verəcək 40. Olacaq hansı variant? Y variantı. Xana köçürülməsi anlayışı da var. Məsələn, 11-ci suala baxaq.
Deyir ki, B10 xanasındakı düsturu. Əgər deyirsən Y14 xanasına köçürsən, o necə dəyişəcək? Çətin deyil bunun yolu. Yazırsınız köçürülməni. B10-dan bizim düsturumuz hara sürüşdürülür? Y14 xanasına. B-dən Y-yə gələndə sütun və sətir necə dəyişir? Sütun B-dən Y-yə gələndə C, D, Y 3 vahid artır. Bu zaman B-nin özünü saymayın. B-dən sonrakindən başlayaraq sayın. C, D, Y 3 vahid. Və yaxud da məsələn Excel-də yadınıza salın. Məsələn gəlib denə Excel-in üzərinə. Məsələn mən B-dən Y-yə gələndə 1, 2, 3 addım gəldim də elə. Bəs yaxşı, sətr sayı neçə dəyişib? Nə qədər dəyişib? Sən yazırsınız bura. 10-dan 14-ə gəlibsə, neçə vahid artacaq? 4 vahid. Deməli, yazırsınız 4. Dəqiqə qələmdə də sənəsə problem oldu. Ha, işlədi. Sətirdə olacaq 4 vahid. Yaxşı, biz aldıq sətr 3 vahid artıb. Deməli, sütun 3 vahid, sətirdə 4 vahid artıbsa. Biz bu dəyişikliyi eyni zamanda düsturumuzda da tətbiq eləməliyik. S 3 vahid artanda nə olacaq? Çünki sütuna dedik 3 vahid artacaq. D, Y, F olacaq da elə. 1, 4 vahid artacaq. Çünki dedik sətr 4 vahid artır. Olacaq 5. Üzərinə gəlsin. D-ni 3 vahid artıranda Y, F, G olacaq. 13-də 4 vahid artıranda o da bizə verəcək 17. Deməli, elə A variantı olacaq düzgün variant. Məsələn, 12-ci sual daha asandır bunu tapmaq. Dollar işarəsi sizi çaşdırmasın. Əksinə dollar işarəsini görəndə həmişə sevinin. Çünki işimiz biraz asanlaşır. Yenə köçürülməmiz eyni qaydadadır. B 10-dan Y 14-ə gəlib. Yenə C, D, Y sütun 3 vahid, sətr isə 10-dan 14-ə gəlib 4 vahid artıb. Heç vaxt dollar işarəsinə toxunmayın. Dollar işarəsi nəyin qarşısındadırsa, o sabit qalacaq. Dollar isə dollar 1 olduğu kimi qalacaq. D 3 vahid artacaq, olacaq YFG. 13-də 4 vahid artacaq, olacaq 17. Yaxşı, sonra gəlin 13-cü suala baxaq. Ben gözüm bunu silim. Deyir ki, burada S5-dən D7-yə gəlib. Gəlin köçürməmizi yazaq. D7-yə gəlib. S-dən D-yə gələndə sütun 1 vahid artıb. Sətir 5-dən 7-yə gəlib. Sətir 2 vahid artıb. Deməli, mən sütunlarımı, bir sətirlərimi isə 2 vahid artırmalıyım. A-nı 1 vahid artıranda olacaq B. 1-i 2 vahid artıranda olacaq 3. Üstə gəl. B 1 vahid artacaq, C olacaq. Amma dollar 2-yə deyə bilmərəm. Çünki qarşısında dollar işarəsi var. Hansı variantdır? D3, C dollar 2, A variantı. Və yaxud məsələn 4-cü sualda. D8-dən hara gəlib? F10-a gəlib. D-dən F-ə gələndə Y, F. Sütun 2 vahid, sətir eyni zamanda 2 vahid artacaq. Çünki 8-dən 10-a gələndə 2 edir. Sətir və sütunumu 2 vahid artırsam hansı olacaq? Deməli, dollara 5 yazıb. Dolları dedik nəyin qarşısındadırsa olduğu kimi qalacaq. 5 2 vahid artacaq, olacaq 7. Üstə gəl. Y 2 vahid artacaq, FG olacaq. Dollar 2-ni isə olduğu kimi saxlamalıyam. Hansı variant olacaq? Deyəsən, C variantı. Deməli, xana köçürülməsi də belə. Xana köçürülməsində xananın özünü saymayın. Yəni, D8-dən F10-a deyirsə, D-ni saymayın. D-dən sonrakini sayın. Y, F 2 vahid. Ondan sonra Excel-də funksiyalara indi nəzər salaq. Deməli, Excel-də bizim hansı funksiyalarımız var? Excel-də deməli bizim 4 cür funksiyamız var. Deməli, buraya yazaq funksiyalar. Çox sağ tərəfdən yazın, mən silək bunu. Funksiyalar. Funksiyaların təsnifatını da hamı əzbər şəkildə bilməlidir. Deməli, hansı funksiyalar var? Var riyazi, var mətni,
var məntiqi, bir də var statistik. İndi biraz da rəngini dəyişək, daha qəşəng görünsün. Riyazi funksiyalarımız hansılardır? Deməli, fakt var, faktorial, samdır, sam hamısı haqqında danışacağım. Productdır, ondan sonra power funksiyamız var, bir də ABC funksiyamız var. Deməli, bunlar bizim olacaq riyazi funksiyalarımız. Yaxşı, mətn funksiyalarımız hansılardır? Cəmi 4 dənədir. Len-dir, left-dir, bir də right-dir. Right oldu. Mətni və məntiqi olanlar. Çoxumuz if-in adını eşitmişik. If-dir, ondan sonra and-dir, or-dur, true-dur, false-dur, bir də not-dur. Statistik deyən kimi average, ondan sonra maksimum, minimum, ondan sonra bir de count funksiyaları. Count var, count A var, count if var, bir de count blank var. Count blank. Funksiyaların təsnifatı bu cür. Kim istəyirsə mütləq şəkildə screenshot eləsin və yaxud da elə materialda bunu cədvəldə görəcəksiniz. Təsnifatları ayırmışam orada da. Gəlin birinci danışaq biz riyazi funksiyalarımızdan. Birinci bir random diapazon yaradaq. Məsələn, bura 0 yazaq, bura məsələn 23 yazaq, bura 11 yazaq, bura y ulduz yazaq. Fərqli dəyər olsun deyə. Birinci, biraz da ekranı böyüdək. Birinci danışaq faktorialdan. Faktorial adi riyaziyyətdə bildiyimiz elə faktorialdır. Dedik ki, istənilən funksiya düstur bərabərdir işarəsi ilə başlayır. Və məsələn, burada gördüyünüz hissə var ha. Baxın, bu hissə adlanır formula var. Mən xananın içinə hansı bir xanaya daxil olan kimi avtomatik ora yazdım. Düstur burada qeyd olunur. Funksiyanın adını yazıram, elə adı çıxır faktorial. Məsələn, 4 faktorial yazmışamsa bu nə deməkdir? Bu 1-dən 4-ə qədər ədədlərin hasilini tapmaq deməkdir. Yəni 1 vur 2 vur 3 vur 4 deməkdir. Bu da bizə verəcək 24. Siz faktorialın içərisinə yalnız ədəd daxil edə bilərsiniz. Məsələn, mən faktorial yazmışam. İçinə yazmışam ki, 6T məsələn. Avtomatik mənə belə bir xəta verəcək. Deyəcək ki, sən yəni düzgün daxil eləməmsən. Mən 6T-nin necə faktorialını tapım? Yalnız mən bunun içərisinə ədəd daxil edə bilərəm. Və yaxud da məsələn, -9 yazsam, mənə number xətası verəcək. Number, yəni yanlış bir ədəd daxil etdikdə baş verən bir xətadır. Çünki biz faktorialın içərisinə yalnız müsbət ədəd daxil edə bilərik. Ondan sonra məsələn faktorial yazmışam. İçinə məsələn dırnaq içində yazmışam ki 7. Bu zaman dırnaq içində 7-ni nəzərə alacaq. Yəni buna sadəcə 7 kimi baxacaq. Bəzən çünki tələbə düşünür ki, bunu dırnaq içində 7 yazdımsa bu yanlışdır. Amma mən dırnaq içində hərf yazsam, məsələn faktorial yazdım. Dırnaq içərisində məsələn 7T yazdım. Dırnağı bağlasam, avtomatik mənə value xətası verəcək. Niyə görə value xətası verəcək? Value xətası düzgün dəyər daxil edilmədikdə baş verir. Sən ədədi istəyir dırnaqda yaz, istəyir dırnaqsız yaz. Bunun heç bir fərqi yoxdur. Bunun yanında T hərfi və yaxud istənilən bir durğu işarəsi, hətta boşluq belə olsaydı, bizə elə value xətasını verəcək. Məncə faktorial haqqında kifayət qədər danışdıq. İndi powerdən danışaq. Power qüvvət funksiyasıdır. Power içində birinci hissədə qüvvət, ikinci hissədə isə ad nədir? Qüvvət yazır. Məsələn, 3,4 yazmışamsa, bu 3 üstü 4 deməkdir. 3 üstü 4 bilirəm ki, neçə eləyəcək? 3 üstü 4, bu da bizə verəcək 81. Orada mən burada nöqtəli vergül yazmalıyım, çaşıb vergül yazmışam. Bu da bizə verəcək 81. Eyni zamanda biz bunun da içərisinə hərf ədəd daxil edə bilmərik. Məsələn, gəlin yazaq. Məsələn, power yazmışıq.
Məsələn, mən yazıram ki, 5, məsələn, vergül, məsələn, D hərfi. Yəni, name xətası verəcək. Yəni, tanımır, yəni, burada D-nin nə olduğunu. Amma əgər mən bunun içərisinə, məsələn, 5, vergül, dırnaq içində D yazsam, bu zaman mənə value xətası verəcək. Bu isə tələbələrin ən çox qarışdıra biləcəyi hissədir. İndiyə qədər heç imtahanda bu cür dərinliyinə getməyib. Prosta mən nəzərə alıram. Yəni birdən imtahana saldılar. Biri var, burada fərq nədir? Birində D-ni dırnaq içinə yazdım. Birində dırnaqsız yazdım. Mənim ümumiyyətlə ədədləri ancaq dırnaqsız yaza bilərəm. Əgər dırnaq yazmışamsa, bu onun tekst tipində olduğunu bildirir. Məsələn, burada value xətasını vermək normaldır. Çünki dırnaq içində mən konkret bildirmişəm ki, mən tekst tipində bir dəyər daxil eləmişəm. Power-də deyir ki, sən dəyərini düzgün daxil eləməmisən də, sən Power-in içinə ancaq number, yəni ədəd tipində olan bir dəyər daxil eləməlisən. Amma burada neyin verilməsinin səbəbi odur ki, buradakı D ədəd kimi ədəd deyil, tekst tipində olan bir dəyər kimi də deyil ki, biz bunu dırnaqda verək. Ona görə D-ni tanıya bilmir nə olduğunu və avtomatik olaraq bizə ad xətası verir. Özdə xətaların içərisinə neyim yeganə xətadır ki, axırda sual işarəsi qoyur. Yəni tanıya bilmədiyi üçün bunu qoyur. Sonra bizdə var deməli ABC var. Eyni zamanda siz bunların içərisinə diapazon da yaza bilmərsiniz bu arada. Məsələn, mən power yazmışam. Məsələn, deyirəm ki, diapazon içində bu. Məsələn, burada yazır ki, arqumentlərin sayı çoxdur. Olmaz axı, biz diapazon yaza bilmərik bunun içərisində. Sonra ABC-dən danışaq. ABC riyaziyyatda adi bildiyimiz moduldur. Məsələn, modulda -7 yazmışamsa, mənə verəcək -7. Müsbət 7 yazmışamsa elə olduğu kimi saxlayacaq. Eyni şey mən buna da deyə bilərəm. Məsələn, ABC yazmışam. İçərisinə yazmışam ki, məsələn, 7-yi. Məsələn, burada avtomatik özü deyəcək ki, sən funksiyanı doğru şəkildə yazmalısan. Məsələn, burada da bizə nə verəcək? Və burada da artıq bizə value xətasını verəcək ki, sən düzgün dəyər tipi seçməmisən. Sonra deməli, nədən danışaq? Biz sum funksiyasından danışaq. Sum deməli toplama funksiyasıdır. Ədədləri sadəcə toplayır. Məsələn, mən 8.9 yazmışamsa, mənə nəticə 17 verəcək. Və yaxud mən sum funksiyasının içərisinə bir diapazon da yaza bilərəm. Məsələn, bu diapazonu seçərəm. Cavab 11 eləyəcək. Burada 4 r-nı nəzərə almayacaq. Çünki sum funksiyası yalnız içində ədəd olanları toplayacaq. Çünki 4 r yazıbsa bu ədəd deyil axı. Və yaxud 4 boşluq, 4 yəni hansısa bir durğu işarəsini yazarsa, bu artıq ədəd tipində bir dəyər hesab edilmir. Sumla yanaşı sum if funksiyası da var. Sum if nə edəcək? Şərtə görə toplayacaq. Məsələn, birinci hissədə aralıq verilməlidir. Deyirəm ki, sən bu aralıqdan tutaq ki, 5-dən böyük olanları topla. 5-dən böyük olanları topla deyirəmsə, mən bunu dırnaq içərisinə böyükdür 5 şəklində yazmalıyam. Bu da bizə verəcək neçə? 40. Ondan sonra sum if-in içində məsələn, birinci diapazon seçilir. Məsələn, mən burada deyirəm ki, sən bu diapazonda ancaq 5 olanları cəmlə. Bu zaman hamısını seçdim, çaşırdım. Məsələn, gələk bunun içərisinə bir dənə də 5 yazaq, daha aydın göstərmək üçün. Məsələn, buraya yazaq ki, biz sum if yazdıq, okey. Bu hissəni seçirəm. Deyirəm, sən bu diapazondan ancaq 5 olanları topla. Cavab 10 eləyəcək. Niyə görə? Çünki həmin diapazonda 2 dənə 5 var. Görürsünüz 10. Bizim axırıncı riyazi funksiyamızda olacaq product funksiyası. Product nə eləyəcək? Hasili tapacaq. Adi bildiyimiz hasil. Ədədləri bir-birinə vuracaq. Məsələn, 7,8 yazmışamsa, cavab eləyəcək 56. Eyni zamanda bunun içərisinə diapazon da daxil edə bilərəm. Amma məsələn, mən produktun içərisinə məsələn, 8 vergül, məsələn, P. Neyim xətası? P-ni tanımayacaq. Amma P-ni dırnaq içinə versəydim də
value xətasını mənə qaytarmış olardı. Biraz funksiyalarımız bitdi. Gəlin ümumiləşdirək. Hansılar oldu? Sum oldu, sum if, product, power oldu. Ondan sonra ABC, bir də faktorial. Növbəti danışaq mətni funksiyalardan. Gəlin bura hansısa bir söz yazaq. Məsələn, bura yazaq. Mesela buraya yazdık biz Azərbaycan. Ümumiyyətlə sunun enini artırmaq üçün soldan sağa doğru sürüşdürmək lazımdır. Birinci bizim gəlir left funksiyamız. Left nə edəcək? Leftdən danışmayaq. Len-dən danışaq birinci. Len, İngilizcə range uzunluq sözündən xananın içindəki simvolları sayacaq. Mən bunu seçmişəmsə, enter basında mənə 10 verəcək. Niyə görə? Çünki Azərbaycan sözündə 10 dənə simvol var. Ümumiyyətlə, ədəddə, hərfdə, boşluqda, istənilən durğu işarəsi də bizdə ədəd hesab edilir. Sonra bir də var bizim left funksiyamız. Left nə necə? Left bilirsiniz ki, sol deməkdir. Deməli, soldan müəyyən qədər simvol ayıran bir funksiyadır. Məsələn, mən birinci hissədə tekstimi seçirəm. İkinci hissədə neçə dənə simvol ayıracam onu. Deyirəm ki, soldan 2 dənə simvol ayır, mənə az qaytaracaq. Eyni zamanda length funksiyası da bu left funksiyası da bunu ancaq xananın içindən istinad eləməsəm də olar. Məsələn, mən bu şəkildə də yaza bilərəm bunu. Məsələn, len yazaram. Baxın, len yazdınız buradan. Məsələn, mən dırnaq içərisinə yazaram Azərbaycan. Məsələn, burada dırnaq içinə Azərbaycan yazdınız siz. Burada dırnaq işarələri saymayacaq. Çünki buradakı dırnaq işarələri yazının tekst kitabında olduğunu bildirir. Baxın, yenə də o nəticəsini almış olarsınız. Sonra right funksiyası var. Right nə edəcək? Right sağdan müəyyən qədər simvol ayıracaq. Deyirəm, Azərbaycandan sağdan 3 simvol ayır. Nəticə bizə verəcək can. Len, left, right oldu. Mətn funksiyalarımız indi statistikdən danışaq. Birinci gəlir maksimum. Maksimum məncə təxmin elədik. Nə edəcək? Təbii ki, maksimum dəyəri qaytaracaq bizə. Həm daxil etdiklərimizin içərisindən və yaxud da müəyyən bir diapazondan. Deyirəm ki, bu diapazonda maksimal hansıdırsa onu mənə qaytar. 56. Məsələn, minimum deyirsə, minimalı qaytaracaq. Təbii ki, olacaq 0. Mənfidirsə, mənfini qaytarardıq. Bir də average funksiyası var. Bərabər işarəsi qoyaq. Average nə edəcək? Riyaziyyatda bildiyimiz ədəd ortanı hesablayacaq. Ədədləri toplayacaq, sayına böləcək. Məsələn, 8, 9, 10 yazmışamsa, bunu nə edəcək? Toplayıb biçə biləcək. Yaxşı, bunu 9 yazaq. Toplayacaq, eləyəcək 27, 27-ni də 3-ə böləndə bizə verəcək 9 cavabını. Bu diapazon üçün də yaza bilərək. Diapazonda ədədləri seçəcək, toplayacaq və sayına böləcək. Ümumiyyətlə, biz hansısa bir diapazonu seçən kimi ümumiyyətlə, aşağıda 3 dənə funksiya aktivləşir. Sum funksiyası, average, bir də count. Count sayını bildirir, indi bundan danışacağım. Average ədəd ortasını, sum isə cəmini bildirir. Məsələn, bu hissəni seçmişəmsə, burada 4 dənə xananı seçmişəm, düzdür. Burada count 2 verəcək, yəni 2 dənə xanam var. Ədəd ortası 9-dur, cəm də 9-dur. İndi count funksiyalarına danışaq. Deməli, count nə edəcək? Count yalnız içində ədəd olan xanaları qaytaracaq mənə. Çox tələb elə bilir ki, xananın içindəki simvolları qaytarır. Xeyr, içində ədəd olan xanaların sayını. Məsələn, mən bu diapazonu seçmişəmsə, neçə dənəsinin içində ədəd var? 3 dənəsinin 0, 4, 5. Deməli, nəticə mənə qaytaracaq, baxın, 3. Xananın içindəki düstura baxmaq üçün formula bardan, yəni düstur sətrinə də gələ bilərsiniz. Burada da görünür. Hətta burada da düzəliş eləyə bilərsiniz. Bir də bizim var count A funksiyamız. Söz səhv yazdım. Səhv yazdım. Count A əslində count all deməkdir. Count saymaq deməkdir, all da hamısı deməkdir. Hamısını say. Necə? Tutaq ki, bu diapazonu seçdim. Dolu olan xanaları sayacaq. Fərq eləmir, xananın içində nə olur olsun. Boşluq belə varsa xananı sayacaq. Burada neçə dənəsi oldu? 5 dənəsi. Deməli, nəticəsi qaytaracaq 5. Sonra var count blank funksiyası. Count blank boş xanaları sayacaq. Tutaq ki, mən buranı seçdim. Burada neçə dənə boş xana var? 1, 2 və 3. Nəticə olacaq 3.
Ən sonuncu count if-dən danışaq biz. Count if nə edəcək? If varsa deməli şərt var. Çünki bayaq sum topladı, sum if şərtə görə topladı. Deməli count if də şərtə görə sayacaq. Mən deyirəm ki, sən bu diapazonda tutaq ki, ondan böyük olanları say. Yaxşı, bunun üçün mən dırnaq içərisində böyükdür 10 yazmalıyam və dırnağı bağlasam nəticə mənə verəcək 3. Həqiqətən ondan böyük 3 dənə dəyər var. 23, 11 və 56. Deməli bizim hansı statistik funksiyalarımız oldu? Average, maksimum, minimum, bir də count, count A, count if, bir də count blank. Sonra bizim hansı funksiyalarımız var? Məntiqi. Məntiqi funksiyalardan gəlin birinci bunu tətbiq eləməmişdən əvvəl yazaraq göstərim sizə. Var not funksiyamız. Ümumiyyətlə bir kənarda yazıram. Heç rəngi qəşəng deyil. Gəlin bunu silək. Kırmızı eləyək. Deməli if var, and var, or var, bir də not var. Birinci notdan danışaq. Not ingiliscəsindən bilirsiniz ki, inkar deməkdir. Burada and, or və not funksiyalarının nəticəsi ya true olur, ya da false olur. Mən bilirəm ki, true doğru, false isə yanlış deməkdir. Not nə edəcək? İçindəki məntiqi dəyərin tərsini yazacaq. Sanki mən not yazmışam, içərisində yazmışam ki, 4 böyükdür 2, ancaq bu 3 funksiyanın içərisində məntiqi şərtlər yazır. Normalda 4 2-dən böyükdür də, bu dəyər olaraq truedur, doğru dəyərdir. Amma not onu inkar edəcək, nəticə bizə qaytaracaq false. Ondan sonra, məsələn, not yazmışam ki, içərisində 8-dən böyük tutaq ki, 1 var. Bu normalda false'dur da. Çünki 8 1-dən kiçik deyil, böyükdür. Amma not onu inkar edəcək, yazacaq true. Yəni, nəticə olaraq ekranda true və yaxud da false cavablarından birini görəcəksiniz bu funksiyada. True'dursa false, false'dursa true edəcək dəyəri. Bəs yaxşı, and və or funksiyaları nə edir? And funksiyasını siz həmişə ad nədir? Pessimist insanlara oxşadır. Pessimist insanlar necədir? Tutaq ki, gün ərzində başına 10 dənə bir hadisə gəlib. 10 hadisədən 9 dənəsi müsbətdir. Amma bir dənə yanlış, yəni yanlış deməkdə pis hadisə baş veribsə, həmin insanın həmin gün ərzində keyfi olmayacaq. Çünki ancaq həmin o pis hadisəyə odaqlanacaq. And funksiyası da elədir. And funksiyasının içərisinə siz tutaq ki, 20 dənə məntiqi şərt yazmışsınız. Həmin bu məntiqi şərtdən 19 dənəsinin nəticəsi truedur. Amma bir dənəsinin nəticəsi false verərsə, nəticə ilə avtomatik false olacaq. Yəni 19 dənə true nəticəyə heç baxmır. Yazmışam ki, məsələn 4 böyükdür 2-dən, 6 böyükdür 1-dən, truedur. 15-dən böyük nə var? 20 var. Bir də yazmışam ki, 12 böyükdür 13-dən. Bu truedur, bu da true, bu da true. Amma bir dənə bu yanlış olduğu üçün nəticə bizə verəcək false. Yəni, həyatda heç vaxt and funksiyası kimi olmayıb. Amma or and funksiyası kimi deyil. Or çox optimist insanlara oxşayır. Niyə görə? Tutaq ki, gün ərzində yenə başınıza 10 hadisə gəlir. 9 dənəsi mənfi hadisədir. Amma bir dənəsi müsbətsə, sizin bütün gün yəni keyfiniz yaxşı olacaq. Həyatda yəni or kimi olmaq lazımdır. Yazmışıq ki, məsələn, 6 böyükdür 1-dən. 7 böyükdür 2-dən. Amma 2 dənə yanlış yazmışam. Məsələn, 8-dən böyük 0 var. 18-dən böyük, məsələn, 2 var. Bücə 2 dənəsi false'dur, fərq eləmir. Neçə dənəsi false'dur. Bir dənə doğru varsa, qalanlarına baxmayın. Cavab sizə verəcək true. Yenə bir ümumiləşdirmə eləyək. And funksiyası o zaman true qiymət alır ki, içindəki bütün məntiqi şərtlər true olsun. Or funksiyası o zaman false qiymət alır ki, içindəki bütün şərtlər yanlış olsun. Bir dənə belə müsbət olmarsa, yəni true dəyər olmarsa, o zaman or funksiyası bizə yalnız false qiymət verir. Yoxsa belə true olması üçün içində bir dənə true'nun olması kifayət eləyir. Ən sonuncu danışaq biz if funksiyasından. If funksiyası hansıdır?
Deməli, if funksiyası bizim şərti funksiyamızdır. If funksiyasının sintaksi 3 hissədən ibarətdir. Birinci hissədə şərt yazırıq. İkinci hissədə şərt doğru olarsa hansı əməliyyat yerinə yetiriləcək? Üçüncü hissədə isə şərt yanlış olarsa hansı əməliyyat yerinə yetiriləcək onu bildirir. Məsələn, if yazmışam, içinə yazmışam ki, 15 böyükdür 10-dan. Məsələn, bu hissəyə yazmışam ki, doğru. Bu hissəyə yazmışam ki, məsələn, səhv yazmışam. Dırnağı bağladım. Birinci şərti yoxlayacaq. 15 ondan böyükdür, doğrudur. Deməli, ekranda hansı yazı olacaq? Doğru olacaq nəticə. Fərq yoxdur. Burada dırnağı içində nə yazmışamsa, info yazmışamsa, nəticə info çıxacaq. Ondan sonra if funksiyasının içindən məsələn bir dənə məntiqi şərt yazar. Yazmışıq ki, məsələn 7 böyükdür 10-dan. Deyirəm ki, əgər 7 ondan böyük olarsa, sən 2-nin üzərinə 3 gəl, əks halda 4-dən çıx 1-i. Birinci şərtə baxacaq. Şərt nədir? 7 ondan böyük deyil. Şərt false-dur. False olanda həmişə nə olur? Üçüncü dəyəri hesablanır. Yəni 4-dən 1 çıxacaq, nəticə isə qaytaracaq 3. Sonra gəlin biraz da məsələni qəlizləşdirək. Məsələn, if funksiyası yazmışıq. Deyirəm ki, power 2, 3 böyükdür. Məsələn, power 3, 2-dən. Əgər deyirəm, şərtim doğru olarsa, sən faktorial 3-ü hesabla. Əks halda faktorial 4-ü hesabla. Deməli, necə olacaq? Power 2, 3-ün nəticəsi bu 2 üstü 3 deməkdir. Yəni 8. Power 3, 2, 3 üstü 2 deməkdir. 3 üstü 2 neçə verəcək? Bizə 9 verəcək. Gəlin şərtimizi müqayisə edək. Deyir 8 böyükdür 9-dan. Bu nədir? Bu yanlışdır. 8 9-dan böyük deyil axı. Deməli, yanlış olarsa həmişə nə olur? Ən axırıncı, yəni 3-cü əməliyyat yerinə yetirilir. Faktorial 4-ü tapacaq. Faktorial 4-ü tapmaq üçün nə etmək lazımdır? 1-dən 4-ə qədər olan ədədləri bir-birinə vurmaq lazımdır. Yəni 1 vur 2, vur 3, vur 4, yəni 24 olacaq. Funksiyalarımız da belə. Yəni funksiyaların heç birisi çətin deyil. Sintaksislərini bilin, nə işə yaradıqlarını bilin. Ondan sonrası asandır. Bir də Excel-də bizim bəzi xətalarımız var. Var value xətası. Bayaq əslində bunları gördük. Number xətası var. Referans xətası var. Sonra bizdə divide xətası var. Yəni ən məşhur xətalarımız bunlardır. Value xətası düzgün dəyər daxil edilmədikdə baş verir. Yəni xananın içindən tutaq ki, ədəd tipində dəyər daxil edildi. Amma siz dırnaq içində tutaq ki, info yazmısınız. Deməli, value xətası olacaq. Number xətası düzgün ədəd daxil etmədikdə baş verir. Məsələn, müsbət ədəd daxil eləməzsiniz, amma siz mənfi ədəd yazmısınızsa, avtomatik number xətası baş verəcək. Bir də name xətası da var. Referans xətası düzgün istinad vermədikdə, yaxud silinmiş bir xanaya istinad eləyəndə baş verəcək. Divide xətası divide by 0 xətasıdır. Bu belə sıfırla formada işarə olunur. Sıfıra bölmə olduqda baş verir. Çünki biz riyaziyyatdan bilirik axı, sıfıra bölmək olmaz. Name xətası isə tanımadığı bir dəyər tipi olanda deməli bu xətalarla rastlaşırıq. Dəyər tipi demir. Ümumiyyətlə nəyisə tanımayanda funksiya avtomatik name xətası ilə rastlaşırıq. Məsələn, sum yerinə 2 dənə M yazmışıqsa, avtomatik name xətası olacaq. Çünki deyir ki, yəni bu hansı funksiyadır, yəni tanımıram bunu. Avtomatik name yazır, axırına da bir sual işarəsi qoyur. Amma normalda xanalar xətalar nida işarəsi ilə bitir. Bir də bəzən biz 4 dənə deməli hashtag işarəsini görə bilərik. Bu nə deməkdir? Bu sütunun eni kifayət etmədikdə baş verir. Yada saxlayın. Dərsimiz bu qədər. Dərslə bağlı başqa nə sualınız olsa, dərsdə də qeyd eləyərsiniz. Oldu. Sağ olun.